Mənim çox maraqlı həmsöhbətlərim var. Belə deyərdim, Aynesin veteran əməkdaşı Aytəkin xanım Alxaslı qonağımızdır. Valla, mən səmimi deyirəm, son dövr bu qədər güldüyüm mənim yadıma gəlmir. Nə qədər siz belə, necə deyim, göründüyünüzün əksisiz, tamamilə başqa bir xarakterə sahib olan insansız. Bu vaxtda mən danışacağım və Eldəniz Elgün qonağımızdır. Salamlayıram siz də Eldəniz bəy. Aytəkin xanım, bax, belə bir sual vermək istəyirəm sizə. O vaxtın toy olsun verilişi efirdə olan zaman mən sizə təklif eləsəydim, gəl, mənlə o verilişi aparardınız siz, mikrofonu götürün. Yox. Niyə? Siz istəməzdiniz ki, insanlara saadət bəxş eləyəsiniz, ondan sonra gözəl bir yeni qurulacaq Azərbaycan ailəsinin təməlini qoyasınız, sizin belə fəaliyyətiniz olsun bu işdə, istəməzdiniz? Elgiz müəllim, əvvəlcə icazə verin, mən salamlayayım tamaşaçıları. Bugün Seridə ilk müstəqil kanal olan Aynes televiziyasının 24 yaşı tamam olur. Bu münasibətlə mən əvvəlcə Aynesin hörmətli təsisçilərini təbrik edirəm. Vahid və Seyfullah Mustafayevləri, Mirşahin Ağayevi təbrik edirəm. Bugün mənə elə gəlir ki, məhz onların şəxsində bütün Azərbaycan xalqının günüdür. Bütün Aynes sevərləri təbrik edirəm. Qaldı ki, sizin sualınızın ikinci hissəsinə. Vallahi o veriliş mənlik deyildi. Mən biraz ciddiyəm. Elə verilişləri aparmaq, mən həm də aparıcı deyiləm. Yox, mən sizi yenidən kəşf eləmişəm. Bugün sizin xəbəriniz var, 15 dəqiqə biz sizlə söhbət edirik. Heç görünən kimi deyilsiniz. Siz o qədər, valla mən sizə deyim, sizdə çox gözəl alınlar. Həyat sevər insansınız. Mən təbii ki, jurnalist kimi sizin peşəkarlığınız haqqında danışmaq bu mənə elə gəlir ki, əlavə vaxt itkisidir. Çünki bizim tamaşaçılarımız, Aynes televiziyasının tamaşaçıları həm Aytəkin xanımın, həm elə Eldəniz bəyin özünün nə qədər professional, peşəkar olduqlarını bilirlər. İndi söhbət ki, bu bayram əhval-ruhiyyəsindən düşdü, bizim bayramımızdan düşdü. İstəyirəm sizə bir sürpriz eləyəm. İcazə versəydiniz. Buyurun, buyurun. Mən istəyirəm sizi sinif, yox, daha doğrusu qrup yoldaşınızla görüşdürəm. Necədir? İstəmirsinizsə, biz bunu həyata keçirmək istəyirsiniz. Əlbəttə. Onda Esmira xanım İsmailovanı alqışlayırıq. Bizim Lənkəran bürosunun əməkdaşını. Hər vaxtınız xeyir olsun Esmira xanım. Salam, Esi. Hər vaxtınız xeyir etdik. Vallahi indi mənim iş yoldaşımsınız, həmkarımsınız deyə demirəm. Mənim ürəyim gedir sizin o materialları şərh etməyinizdən ötürü. Siz nə qədər şirin danışırsınız, nə qədər o cənub ləhcəsinin gözəlliyini siz ortaya qoyursunuz. İnanırsınız, mən doymuram sizin reportajlarınızda. Deyirəm, ay Allah, niyə oldu, qısa oldu? Yəni, o qədər xoşdur. Mən görürəm ki, ümumiyyətlə bütün bizim vətəndaşlarımız üçün xoşdur sizin o materiallarınız, o özünüzə məxsus o şivəniz, o ləhcəniz və sevilən insansınız. Allah sizə can sağlığı versin, Esmira xanım. Tələbə yoldaşınız da buradadır, Aytəkin xanım. Buyurun, eşdirik sizi. Necədir, bayramı necə keçirirsiniz? Çox sağ olun. Mən sizi, tələbə yoldaşım Aytəkin xanımı, digər tələbə yoldaşım, Aynesin beş sütunlarından biri olan Mirşahin müəllimi, bütün Aynesçiləri, bütün Aynes sevərləri təbrik edirəm. Bugün bizim günümüzdür. Çox gözəl əhval-ruhiyyədəyəm. Əsl bayram ovqatında. Hava da çox gözəldir. Yəni bugün sevinməyə, bu sevinci sözlə nisad eləməyə çətinlik çəkirəm Elgiz müəllim. Çox gözəl. Esmira xanım, bizim əməkdaşlarımız yəni bir efirə calanmalarını biz təmin elədik. Avropada olan əməkdaşlarımız, ümumiyyətlə dünyanın bir çox bölgələrində bizim əməkdaşlarımız çalışır və ənənəvi olmayan suallarla mən onlara müraciət elədim. Yəni həmişə işlə danışmışıq. Bugün bizim bayramımızdır. Məsələn, Esmira xanımı tamaşaçılar niyə yaxından tanımasın? Şəxsi həyatınızla bağlı sizə sual vermək olar? Mən necə deyə bilim? Qorxmayın. Yəni ailəniz haqqında, evladlarınız haqqında istəyirik ki, bizə məlumat verəsiniz. Siz qaynanamsınızmı? İnşallah və yaxud nə zaman qaynana olacaqsınız? Bax, bu haqda soruşuruq. Neçə evladınız var? Mən ailəliyəm, 3 övladım, 2 qızım, 1 oğlum. 2 nəvəm var, bəli, qaynanayam, artıq qaynanayam və bu ömrün ən xoş çağlarıdır. Yəni ki, nəvələrimi çox istəyirəm, işim qədər istəyirəm. Yəni, mən bu cür etivə eləyə bilərəm. İşimə də vaxt ayırıram, ailəmə də vaxt ayırıram və çox sevinirəm ki, bunların hər ikisini tən apara bilirəm. Elgiz müəllim, bu qədər. Nətər eləyək, bir məsələ var da, mən bilmirəm, nətər məsləhətləşək, indi məsləhətləşək, efirdən sonra məsləhətləşək. Bu Aytəkin xanım neçə illərdir fəaliyyət göstərir. Bunu da nəsə bir şeylər eləmək
Nə bilim, nətər eləyək bunu, necə eləyək? Deyirəm, o cürə veriliş, toy olsun verilişi. Bütün cəmaat, nə qədər adam gəldi, evləndi, ailə qurdu, oğul uşaq sahibi oldu. Bir dəfə zəng eləmədim mənə ki, ay Elgiz bəy, nə olar, mən də gəlmək istəyirəm. Bax, nə bilim, suallarımı cavab vermir. İndi mən ondan soruşmaq istəyirəm. İndi biz birləşsək, belə bu yönümdə fəaliyyət göstərsək, necə olacaq sizin münasibətiniz, nətər olar məsələyə? Nəyə? Mən əvvəlcə Esmirə tələbə yoldaşımı da salamlayıram. Uğurlar arzulayıram Esmirə xanıma. Buyurun, qaldı ki, sualınızın Ailə hissəsindən. məsələsindən bağlı. İstəyirik siz ailə qurasınız, sizin də balalarınız olsun. Niyə də yox? Valla bax, o barədə deyirəm, soruşuram. Düzdür, bu Aynəsin bugün yubileydir. Yubileydə şəxsi həyatımızla bağlı sual vermək olar. Amma mən belə sualları ümumiyyətlə xoşlamıram. Əgər ailə qursaydım, təbii ki, vaxtında qurardım. Amma kim deyir ki, Elgiz mənim, siz böyük səhv edirsiniz. Kim deyir ki... Sizin ailəniz yoxdur. Bəli, mənim ailəm var. Və bunu bizdən gizlətmişsiniz neçə illərdir. Bəli, mənim ailəm var. Mənim böyük, bütün Azərbaycan xalqının həmişə səbirsizlə gözlədiyi möhtəşəm Aynəs ailəsi var. Mənim ailəm budur. Bunu mən veriliş xatirinə, mübaliğə veriliş xatirinə deyirəm, çox səmimi deyirəm. Mənim ailəm var, mənim ailəm budur. Aynəs mənim böyük Aynəs ailəsinin, mən də bir kiçik yüzlüyəm. Mən belə başa düşürəm. Aytəkin xanım, təbii ki, mən güman edirəm ki, siz mənim, inciməzsiniz mənim sağlarına, bugün bizim bayramımızdır. Bayramda olar. Can, çox istəyirik. Siz bizim ürəyimizsiniz, hamımızın. Qarşılıqlıdır. Və Esmirə xanım, təşəkkür edirəm sizə. İşlərinizdə müvəffəqiyyətlər arzulayıram, var olasınız. Eldəniz bəy, demək, bu həm də bugün, siz bayrama qarışıb mətbuatla bağlı bir gözəl gündür. Demək, bugün bütün dünya informasiya gününü qeyd edir. Beynəlxalq informasiya günüdür. İndi mən sizdən soruşmaq istəyirəm, neçə ildir? 20 il bundan qabaq Aynəsə gəlmişsiniz. O zaman asandı idi informasiya əldə edilmək. Yoxsa indi və yaxud da ki, indi çətindir, o zaman çətin idi. Buyurun. Mən də təbriklərə qoşuluram. Aynəs rəhbərliyi, Aynəs əməkdaşlarının hər birini, həmçinin Aynəsin tamaşaçılarını təbrik edirəm. İnformasiya o dövrdə daha çətin idi. Çünki texnik imkanlar yox idi, internet demək olar ki, yox idi. Hər bir şeyin arxasınca getmək lazım idi. İnformasiyanın arxasınca gedirdin və informasiya adama daha doğma olurdu. Doğma olduğuna görə də daha keyfiyyətli nəticələr əldə etmək olurdu. Amma indi oturursan internetin arxasında bayıra çıxmadan istədiyin informasiyanı əldə edə bilirsən. Bir dəqiqə içində bağlandıq Lənkərana. Esmirə xanım, paltar yuduğu yerdə paltar yarımçı qoydu. Bizə informasiyanı təqdim edib, məsələn deyiləm də. O dövrdə çətin idi, amma xoş idi. Zövq almaq olurdu. İndi məncə informasiyadan zövq almaq çox çətin olur. O dövrdəki informasiya doğma idi, indiki informasiyalar biz uşaqlar kimidir. Nə danışıyorsunuz? Yəni artıq informasiya insanı qabaqlayır. Yəni bu da çox bir şeydir. Zaman insandan qabağa keçirsə deməli artıq insan yavaş-yavaş öz mövqeyini itirir. Və Aytəkin xanım 17 ildir də Aynəsdə işləyirsiniz. Bəli, İlgiz müəllim. Bir ilginin ömrüdür. Bəli, mən... Necə oldu siz Aynəsə gəldiniz? Mikrofonu yaxın tutun, zəhmət olmasa. İlgiz müəllim, mən əvvəl Qusar qəzetində işləmişəm. Mən 1987-ci ildə o vaxt ki Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. 1987-ci ildə şəhər qeydiyyatım olmadığına görə təyinatla Qusar rayonuna göndərilmişəm. Mən onu soruşacağım ki, siz bildiyim qədər hardan olmuşsunuz? Mən Şəki rayonundan olmuşam. Şəkili qızı, amma işləyir Qusarda neçə illərdə, onu soruşmaq istəyirdim. Buyurun. Mən Şəkinin yetirməsiyəm, Kiçik Dəhnə kəndinin yetirməsiyəm. Yeri gəlmişkən salamlayıram. Bütün şəkilləri, bütün Kiçik Dəhnəliləri. Siz bütün Azərbaycana məxsussunuz. Həm də mən... Bəziləri incəlir bizdən. Niyə deyirsiniz o tək Təbii ki, siz mənə danışmağa imkan vermədiniz. Mən tək şəkil... Canım, buyurun. Mən tək şəkili, Kiçik Dəhnəli deyil, mən bütöv Azərbaycanlıyam. Azərbaycanın bütün bölgələrini salamlayıram. Naxçıvandan tutmuş, unudulmaz Qarabağımıza qədər bütün bölgələri salamlayıram. Mən bütöv Azərbaycanlı hesab edirəm özümü. Mən imkan vermədiniz fikrimi bitirin. Bəs bayaqlarım deyirsiniz, ay Elgiz bəy, mən stresləmə, məhdəl qalmışam, biraz həyəcanlıyam. Yəni bu sizin məsuliyyətli olmanızdan irəli gəlir. Efir qabağı olur, o məsuliyyətdir, amma indi heç bir həyəcan qalmayıb. Mən qəzetdə işləmişəm, təxmin il Qusar qəzetində 11 il Qusar qəzetində işləmişəm. 1998-ci il iyul ayının 29-da Esmirə qeyd elədi. Bizim qrup yoldaşımız Aynəs televiziyasının Esmirə dediyi kimi də bel sütunlarından olan Mirşahi müəllim Qusara gəldi və
Şəki və Gəncədən sonra o zaman 1998-ci ildə Qusarda Aynesin 3-cü bürosu yarandı. Məndən əvvəl Xatirə Əkbərova Şəki bürosu yaradılmışdı, Gəncə bürosu yaradılmışdı və Mirşah müəllimin dəvəti ilə mən Aynes televiziyasına gəldim. Artıq lap dəqiq deyə bilərəm, 17 il, 4-cü aydır ki, mən Aynes televiziyasının Qusar bürosunun müxbiriyəm. Çox gözəl. Və heç də peşman deyiləm həyatımdan. Şəxsi həyatım da elə bayaq dediyim kimi Aynesdir. Ümumi həyatım da Aynesdir. Aynes mənim üçün hər şeydir.